Mən xop maşın sazda oynamışam, elə əvvəldən maşın sazda oynamışam. Ta salı 68-də 1 il ünvanı sərbaz oldum ki, getdik sərbazlığa. Onda da 1 il Uqabı Təbrizdə Niro Hava ilə timində. Bəli. Cəmsərin Fəxrigil vardı, Layə Hacayevskigil. Onlar lütf elələ mən sərbazlığımı fəqət 1 il getmişəm, ora yenə getmişəm maşın sazıya və ərz elədim bəhsi təhsilə görə də maşın sazdan ayrışmışıq, getmişik. 64-dən ta mən 64-dən ta 71-əcən, 71-in axırınacan bəli maşın sazdı. 7 il حرفه‌ای سطح فوتبال oynayırsınız. O zaman ay mühəndis, maşının tərəfdarları çox idi. Yəni əlavə bu ki, indi traktor nə fəqət Təbrizdə ki, İranın başında, hətta məmləkətdə neçə tərəfdarları vardı. Bəli, maşının xas bir istaləti var idi və xas tərəfdarları var idi. Xoş, bu günləri baxanda traktor sazı bizim simvolumuzdur vaqiətdə. Bizim indi məxsusən Azərbaycan cəmaətinin, əlbəttə kollu İranda hər yerdə tüh vardı, simvolu bizik. Müntəmunəyə qeydəndə daliyə maşın sazın isalətini gərək biz heç vədə fəramuş eləməyək. Maşın sazının bu gün tərəfdarı xamuşdur. Bu gün əgər tərəfdar bizim şəhərdə cavanlarımızın aramızda bu maşının timi yoxdur, adı yoxdur. Bunlar xamuşdular. Çünki tim yoxdur. Çünki maşın sazını bir vəziyyətə salıblar ki, indi bir adam deyənmir ki, mən maşınçıyam ya maşında oynamışam. Ehtimalən də cavan nəsildə tərəfdarı da yoxdur. Cavan nəsil tanımır. Təbiətən cavan nəsil təbiətən tanımır. Bunun maşın sazının indi əsl tərəfdarları mən deyə bilərəm. Məsələn, sinhay 35-dən üstənkilər və xamuşdur. Təbiətən. Xoş, gedəndə daliyə maşın sazının qidməti də həm karxana ləhazından, həm futbol ləhazından traktordan çox qabaqdır. Maşın sazının fərhəngi məktəbi mütəfavit idi. Maşın sazının indi nəfəratına baxsaz bir miqdar mütəfavitdir o birisi vərdişkarlar. İşi bizim ayrı timlərimizdə oynayıblar və zəhmət çəkiblər. Hop, maşın sazda mən özüm salı 64-dən ki ta salı ərz elədim 71-əcən hop iftixar o idi ki, bu nəmay sazının köynəyinciyaq. O rədələr, o sinnilərdə mən heç rədə haisinnində özümü deyirəm ki, biz maşın traktor sazıya tutmamışıq. Müsavi oynamışıq, ta tutmamışıq. Biz ümdətən oyunlar xop başumaldan cəm tapardı. Özdə həmişə dolardı, bizim vərdişgahımız dolardı. Xop rəqabət vardı maşınla traktorun arasında. Tərəfdarlar vardılar. Əsl tərəfdarları vardı iki timində. Mütəəssifanə bizim ustanımız və şəhrimiz tək qutbu olubdur. Tək qutbu olmaq da şayət birdən məsələn az nəzər bayaq ərz elədim söhbətlərin əvvəlində ki, simvol halətdə bizə yaxşıdır. Tək qutbu olmaq bizim ustanımıza və şəhrimizə yaxşıdır. Ümidvaram ki, bir günü qeydə, vaqiəətdə bu tək qutbuluq çıxa və cavanlarımızda bir miqdar ümidvarlıqlar çoxalar ki, eləyə bilərlər ki, bu iki timdə top vuralım. İnşallah. Futbol dastanının istəyirəm çıxan işiyəm. Şayət bu sual sizin dilinizdən cəzzab cavab ola. O da budur ki, o zaman ehtimalən tamaşaçıların xas şüarları var idi və təşviq elədilər bazı konuları. Yadınıza gəlir o şüarlardan ki, bizə deyəsiniz ki, sizə çox yapışıbdır. Xoş, bunlar var idilər. Biz vaqiətdə traktordan elə bizim ümdə maşın sazının tərəfdarlarının leyvay traktor eyvay elə bizə vaqiətdə yəni maşın traktora qol vuranda həmişə var idi ki, leyvay traktor eyvay bizim maşınçıların əsli şüarları idilər. Xoş, çox idi. İndi xatirimdə dəyirim. Vaqiətdə ərz elədim. Mən əlavə o iki dənə elə timin tərəfdarlarına və bazı konular ki, qədim də var idilər. İndikilər tanımazlar. Qədimkilərə hamısına ehtiram qailəm və vaqiətdə bizim elə həm şəhrimiz idilər. Xoş, bu ittifaq futbolda var idi, bizdə dalısınca var. Əlbəttə mən tozih verim ki, indi də ay mühəndis traktorçudur və biz koll avamil ilm təbiətən traktorçuyuq. Biz fəqət murur qıssə və rivayət edirik qədim dövründən. Xoş, ay mühəndis müvafiqsiz gedək uşaqlıq dövrünə və görək ki, bu əlaqə sənətə hansı illərdə sizdə
şəkil tapdı, hansı illər cərəqqəsi vuruldu? 1349-da Təbrizin Rahənin sazımanı evlərində anadan olmuşam. Bəli. Çünki ağam Rahəni idilər və Rahən Azərbaycanda bu ünvanı karigərdilər və mən iftixar edirəm ki, karigərzadə və özüm də karigərəm. O məqtədə reyl ilə aşinalığımız çoxdur. Biz qatarın reylinin qırağında yaşamışıq və olmuşuq. Mən böyük qardaşım به خاطر bu ki, xop bir dənə sənət adamdır və fənn adamıdır. Əvvəldən elə bizi işlə necür deyirlər, həmrahlıq eləyibdi. Mən 6 yaşım var idi, qəşəng yadımdadır. Onda bizim qardaşım mənim xanı sazımanı, ikinci xanıhay sazı vardı. Orada bunları peymankar işlərdilər. Bəhsayı iskelet bəndisində. Bəli. 6 yaşım var idi, əmburcuşu verib mənim əlimə. 6 Yəni yaşında cuşqarıda, bəli, əmburcuşu verib mənim əlimə ta əslən yadımdan çıxmaz. O cuşu ki vurduq və gecə də getdik onun əzabını çəkdik. Gözlərimiz düşmüşdü cuşa. O məqtədən xop sənətlə elə aşinalığım vardı. Xop indinin şayət cavanlarına, indinin nəslində bəid ola bu qəziyyə. Müntəha bizim zamanda təhsil zamanımızdan ki, firağət tapardıq 3 ayı, səy elərdilər ki, atalarımız aparsınlar, bizləri qoysunlar bir dənə şuğlun yanına. Mən çaxçılıq eləmişəm, təmiratı düşərxədə eləmişəm, cuşqar yanında işləmişəm, nəccar yanında işləmişəm. Və indi də əgər bir sənətdə ya bir bəhsi fənnidə şayət məsələn başıma böhk geçməyə, çünki hamısında olmuşam. Pəs təbiidir ki, bu adam eləyə bilməyəcək, məsələn getsin olsun Mizdalısında, ay başı gözləsin ki, bir aylıq alsın. Danışqah qurtardı, futbolu da təbiətən dərsə xatir qoyubsuz kənara. Bəli. Danışqahdan sonra nə iş gördünüz? Bəli. Mən danışqahdan sonra vaqiətdə, çünki da futbolu salı 72-dən də qoymuşduq qırağa, qeyddim salı 76-da ki, işi başlayaq. Ümdə bəhsim o idi ki, da futbol aləmində olmayam. O zaman qeydəndən sonra yenə elə maşın sazı idi və 2-3 dənə şirkət ki, futbolu var idi. O zaman şirkət İDM-in futbolu timi var idi. Şirkət Motojenin futbol timi var idi. Xop, dostların lütfü var idilə mənə və istəyirdilər ki, mən qeydəm yenə o şirkətlərdən futbol oynayam, həm də be qol deyələ fərə halətdə gedək işimiz işləyək. Bəli. Mütəmən mən təsmimimi tutmuşdum. Futbol oynamayam. Və gəldik orada Tiraküsazda salı 76-da mən işimi başladım. Yəni şuru bizim işləmağımız bəhsi Traktorun hansı baxışında? Traktorun, sağ traktorun özündə idik. Mərkəz Tərrahi Saxtı maşında təqribən bir 3 ay ünvanında bu ünvanı karşınas işləmişəm. Amma ondan da o tərəfə xop anlımızı tanıyıblər, lütf eləyiblər, məsuliyyət veriblər ta rədiyə təqribən 9 il ki oradaydım. Rədiyə müdir Vahid Tərrahi mühəndisi və bazaryabı furuşda xidmətdəydim. Və ondan sonra xop şərait traktorda sizə yaxçı idi. Bəli. Müdir bir bəxşi idi, ehtimalən də etimad müdirləri idi. Nəzər oldu ki, özü razı elədiniz. Tiraküsazda xop kisrəti müdir çoxdur. Bizim zamanımızda nəzdiki 40-45 nəfər müdir var idi. Amma pomp turbin niyazı var. Pomp turbin bir dənə dərəcə bir dənə şirkət idi az nəzər sazman göstəriş. Tiraküsaz dərəcə əvvəlidir. Mən pomp turbinə gedəndə hər kəs məni gördü, dedi iştibah eləsən, gəlib nabud olacaqsan. Müntəha bir dənə bavərlə gedirdim mən pomp turbinə. Bir dənə bavərlə gedirdim ki, bir dənə əgər mühəndis təcrişi ilə əl-ələ verək o şirkəti diridək. Bir dənə şirkəti ki, bizim vurudumuzda 120 nəfər personeli var. Sazman göstərişdən deyirdilər, gedin, 40 nəfəri ilə təsviyə eləyin, 80 nəfərin görək nə edirik. Yəni, be ibarəti biz müdiri təsviyə istirdik gedək ora.
Muntaxıb Allah lütf elədi, nə tənha 120 nəfər, 119 nəfər eləmədik. Muntaxa təyi 17 il ki orada biz olduq. Eləyə bildik ki, həmkarlarımızın himməti ilə və təlaşı ilə İranı pompay santrifüjda biniyaz eləyək. İranın sənəti nəftini pompay santrifüjda biniyaz eləyək. Nəcrəsi eləyə bildiniz bir dənə ازمهلال halında olan şirkəti diridəsiz və məhsuli tولید eləyəsiz ki, məmləkətimizin niyazının bir bəxşini təmin elədi. Bəli. Mənim qəşəng yadımdadır. Əvvəl be qolu vurduğumuzda çünki pompayı əmudu məmulən irtifadan çoxdular. Mən karxanaya getdim, gördüm pompayı əmudunu uzadıblar karxananın səthində, hər yer pompa əmududur. Hop soruşdu, konçkaq olduqca bunlar haranındır, elə deyilə Palaşqa abadanınkilardır, ta təhvil verənmir. Hətta bir dən sadə tərim məbhəsi fənnisində bunlar qalmışdılar. O məqtədə xop gəldik نیروهایی ki şəhrimizdə var idilər. نیروهای نخبه ki şəhrimizdə var idilər. Bunları dəvət bir kar elədik, dəvət bir iş elədik, gəldilər məcmuədə başladılar. Hətta təsmimimiz bu oldu ki, salı 85-də biz əslən iş tutmayaq. Çünki əvvəl biz nəftə gərək qərdəşliyimizi sabit eləyək. O projelər iki yerdə qalmışdı, gərək bunları biz təhvil verək. Bəli. Ta gələk bu zəminədən ki, qərdəşliyimizi sabit elədik və etimad nəft bizə cəlb oldu, gedək işin dalısınca. Xop bu 2 ilin ərzində getdik sair projeləri. Çünki karxananı işsiz saxlamaq olmaz. Xop ay mühəndis Zamanlıgil müdir amili vəqti rixtəgəri tiraküsaz idi. Mən getdim, xahiş elədim, biraz projələrindən verdilər bizə. Biz gəldik pomp turbində be qeyr az pomp ayrı bir məvaridlər, ayrı bir təchizatları düzəltdik ki, bu vaqiətdə qəltək düşsün işə. Montaj edirdiniz ya taza bir tərrahi idi? Yox, orada tolid elirdik. Nəqşələri alırdıq, şirkət rixtəgəridən tolid elirdik ki, şirkət düşsün işə. Ta 85-dən o ələ biz getdik, bəzi projələrin getdik istelamına. Projeləri tutduq, getdik və tərrahi az beys pompu biz pomp turbində binasını qoyduq. Ki ondan qabaq kimin əlində idi o tərrahi? Qəblən tərrahi az beys daxili kişvər əncam tapmaz. Xaric az kişvər. Bəli, hətta xop şirkət Pomp İran ki, xop bizim o şirkətləri ki, vaqəən qidməti yuxarıdır. Onun özündə də pompun tərrahisi ittifaq düşməzdi. Teknoloji idi ki, KSB-dən almışdılar, gətirmişdilər. Onların nəqşələrin fəqət toldilər. در واقع 0 تا 100'ın özdən cəbləsi, tərrahi o saxt hamısı öz məmləkətimizdə ittifaq düşür. Xatirələrdən deyin o tərrahilərdən, o günləri ki, به هر حال istəyirdiniz montajdan fasilə açasınız və özünüz tərrahi eləyəsiniz. Təbiətən daxili o xarici də rəqiblər gözlər sizədir, görərlər ki, ayə eləyə bilirsiniz bu tərrahilə əncam verəsiniz ya yox. Biz sal 85-də şirkət Məpna ki نیروگاه‌های سیکل ترکیبini İranda təchiz edirdi. Bir dənə qərardad bağlamışdılar şirkət Termomekanika İtaliya ilə ki pompay نیروگاهını tolid eləsinlər. Pompay نیروگاهının bir qisməti İtaliyada tolid olacaqdı. Bir cüz'i qətaatda İranda tolid olacaqdı. Getsin ora, montaj olsun, gəlsin, نیروگاه‌های سیکل tərkibidə istiqrar tapsınlar. Müsafirət heç xop sal 85-də biz getdik İtaliyada. Mən bu pompları gördüm, fərayəndin gördüm. Fərayəndin gördüm, mən gördüm amma İranda bunu tolid eləyə bildik. İranda tolid olar. Biz bunu o zaman ki orada dedik İranda tolid eləyək, bunlara məsxərə gəldi. İtaliyada məsxərə gəldi. Hətta ittilaat da vermirdilər bizə orada bahəm olanda. Biz orada bu söhbəti elədik və gəldik Təbrizdə dostlarla paylaşdıq bu məsələni və başladıq bunun tərrahisini elədik və tolidini elədik. Gün o gün oldu ki, ay Vilagil müdir projesi idi, ay Del Corso'nun
nəfərləri gəlmişdilər Təbrizə karxanaya. Qəbl az اینکه biz testə gedək, anzam verək, bir dənə cələsəmiz vardı üstdə. Biz dedik ağa bu hidropompu tolid eləmişik və test amadədir. Çox orada da pusxənd vururdu ki, təbiətən bu ittifaq düşə bilməyəcəkdi. Xoş getdik, testi başladıq. Mən orada qəşəng daldan gördüm ki, bu Ayvilanın yavaş-yavaş qulaq başlayır qızarmağa. Özdə bir dana bir modeli vardı ki, bəzən o stres halətində rəngi əvəz olardı. Mən gördüm ki, onun rəngi əvəz oldu. 17 il soğuşdu o cümlədən ki, hətta sizə töhmət casusi İsrail vermişdilər. Vəli indi yetişdiniz o ləhziyə ki, nümayəndə şirkət İtaliyayı da laəqəl zahirdə mutarif idi ki, İranlılar eləyə bildilər. Bu 17 ildən sonra nə cürəsə eləyə bildiniz Petkodan ayrılasınız? Bəli. Bir dənə ki mövzu vardı, mən parantez içində bunu ərz eləyim. Məmulən işləyənin qabağında durarlar. Siz istəsəz bir dənə təğyir verəsiniz, çə daxili, çə xarici müqavimət olacaqdır. Be nəhviyəzən var. Məmulən gələrlə əvvəldə elə bu şəbnamələrdir gedəndə. Mən qəşəng yadımdadır o nöqtəyə ki, işarə buyurdu. Cəngi 3 ruzəyə Lubnan və İsrail. 2006 ki, olur 1385. O məqtədə biz orada vaqiətdə başlamışdıq pomp turbində bir zirbina işləri görmək. Bir iddə vardı, istəmir İran sənətçisi. Gəlirdi də şəbnamələr yazırdı. Məni o məqtədə şəbnamədə özünüz buyurdunuz ki, casus İsraili mərif eləmişdi. Bunun qalıb eşidəni kim? Sazman göstərişdə eşidənlər var idilər. Hər mövqə bu şəbnamə gedəndə mənə zəhv vurardılar ki, yaxşı işdirsən. Çünki bilirdilər, işləyənin qabağında neynərlər, dayanırlar. Mən bu təcrübəni 3-4 dənə şirkəti ki getmişəm, bunu eləmişəm. Təbiətən çətindir ayrışmaq. Amma şəraiti bir model saldılar, bir vəziyyəti bir modeldə müdiriyyət elədilər ki, da idami iş orada işləmək bizə müəssər olmadı. Çox عالی. ممنونم آقای مسعودرانی عزیز. بی‌نهایت سپاسگزارم. Məmnunsunuz. Qıssələriniz, rivayətləriniz bu şiddət cəzzab idi. Beybəsa o kəsləri ki, ciddi baxdılar bu bərnaməyə, həttəmən örgəşdilər və mən özüm şəxsən kolli örgəşdim. Dostlarımız bir naqabil hədiyyə amadə ediblər. Bütün qonaqlarımıza təqdim elərik bunu. Ehtiramla در واقع bu hədiyyəni sizə təqdim edirik ki, siz ترجمان او شعر سعدیsiz شدیره به راه بادیه رفتن به از نشستن باطل که گر مراد نیابم به قدر وسع بکوشم. تشکر. ممنون. سلامت الله.